Doktor, hepatoloq kimdir? Hepatoloq termini ən çox Azərbaycanda işlənir. Dünyada, Avropada, qardaş Türkiyədə, Amerikada, inkişaf eləmiş ölkələrdə bir tək qastrentoloq ixtisası var. Qastrentoloq həkim də həm mədə-bağırsağın borulu orqanlarının xəstəlikləri, həm də ki, qaraciyər, mədaltı vəzi, öd kisəsi, bütün bu orqanların xəstəlikləri ilə məşğul olan, həmçinin də gastroskopiya, kolonoskopiya, yəni endoskopiya eləyən həkimə deyilir. Yəni qastrentoloq anlayışı çox böyük bir sahəni əhatə eləyir. Həm endoskopik işləmlər, həm də ki, yuxarıda saydığımız xəstəliklərlə məşğul olur. Lakin Azərbaycanda bir qrup həkimlər var ki, bunlar ancaq qaraciyər xəstəliklərindən məşğul olurlar və ona görə də bir anlayış verməkdən ötəri hepatoloq kəlməsi artıq ölkəmizdə məşhurdur. Biz də ixtisasımızın yanına bir hepatoloq kəlməsi də artırmışıq ki, yəni mən həm də bildirmək istəyirəm ki, qaraciyər xəstəliyinə məşğul oluram. Qısaca hepatoloq sırf qaraciyər xəstəliklərlə məşğul olan həkim anlayışına gəlir.